Bu bayram münasibətilə bütün oruç tutanları, bütün millətimizi, bütün müsəlmanları təbrik edirəm. Novruz bayramı münasibətilə bu bayramı qeyd edən bütün millətləri, bütün dövlətləri, bütün insanları təbrik edirəm. Bütün Azərbaycan xalqını Novruz bayramı və Ramazan bayramı münasibətilə təbrik edirəm və arzu edirəm ki, hər zaman gözəl bayramlara çıxsınlar. Bu bayramda demək olar ki, Novruz bayramı və Ramazan bayramı çox bir xoş təsadüfdür ki, eyni bir tarixlərdə qeyd olunur. Xalqımızı təbrik edirəm. Bir daha xalqımıza əmin-amanlıq arzulayıram. Bir daha xalqımıza sülh arzulayıram. Müharibə olmasın, oğullarımız şəhid olmasın, qazi olmasın və əsas olan xalqımıza can sağlığı, uzun ömür, xoşbəxt həyat arzulayıram. Təsadüf elə gətirib ki, bu il, bu iki bayram bir günə düşür. Ona görə mən öz xalqımı bu bayramlar münasibəti ilə təbrik edirəm. Sizin hamınıza can sağlığı, xoş günlər, xoş münasibətlər arzulayıram. Bu bayramlar münasibəti ilə sizin hər birinizi təbrik edirəm. Sizə can sağlığı, ailə səadəti və bol ruzi bərəkət arzulayıram. Hər birinizin şəxsi həyatınız, ictimai, profesional həyatınız həmişə uğurlarla bəzənmiş olsun və hər zaman siz sağlamlıq dolu, xoşbəxt, firavan həyat yaşayasınız. Mən bu münasibətlə bütün xalqımızı ürəkdən bir daha təbrik edirəm. Heç zaman onlara bir daha dar gün, ağır günlər Allah təala qismət eləməsin, yaşatmasın. Çünki bizim xalqımız bu 30 il ərzində çox ağır sınaqlardan keçmiş bir xalqdır. Bütün xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinin əhval-ruhiyyəsində, ruhunda, mənəviyyətində həmişə bayram əhval-ruhiyyəsi olsun. Hər bir kəsə can sağlığı arzulayıram. Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bir invaziv kardioloq olaraq buradan səslənmək istəyirəm. Novruz bayramında çoxlu şəkər bura, paxlava, qoğal yeməyin. Çünki onların hamısı kərə yağı ilə hazırlanır. Xüsusilə də stent qoyduğumuz xəstələr. Bir dəfə bir cümlə eşitdim və çox xoşuma gəldi. Bir cümlə vardı, alimlərdən biri bir çox gözəl söz söylədi. Dedi ki, əgər siz xoşbəxt olmaq istəyirsinizsə, mən oturdum və deyirəm, mən xoşbəxtəm. Bu sözü demək istəyirsinizsə, öncə sağlam olmanız lazım. Çünki sağlamlıq olmayan yerdə xoşbəxtlik belə hiss edilməz və bu duyulmaz. Sağlam olun. Allahdan arzu edirəm ki, bu əziz gün xatirinə bu müharibələr qurtarsın, insanlar sakit yaşasınlar, kiminsə evində, ailəsində rahatçılıq olsun, hər hansı bir şəhər, bir kənd, bir qəsəbə dağılmasın və onların içərisində də insanlarımız həm yaşlılar, qocalar, eyni zamanda qızlar, gəlinlər bunlar ölməsinlər. Allahdan arzu edirəm ki, həmişə əmin-amanlıq olsun. Təşəkkür edirəm. Novruz bayramınız mübarək olsun, mübarək olsun, mübarək olsun. Əziz bayramınız